İndi isə 11-ci sinif suallarının izahına baxırıq. Birinci sualda verilmiş izahlara uyğun gələn sözlərin düzgün mənalarını qruplaşdırıq. Bunlar hamısı məktəb lüğətlərinin arxasındakı sözlərdir. Yəni, məktəb arxasında sözlər öyrənərək gedib olimpiyada sözləri asanlıqla yazmaq mümkündür. Öz gəlişi ilə bir yeri və ya şəxs şərəfləndirmə. Bax, təsirən atırıq. Şırıf, bax, şərəf deməkdir. Düz deyilmi? Deməli, bunlar qalır. Təşrif. Bir işi görməsini həvəsləndirmə təşviqdir. Bax, şövq. Şıvıq, şövq. Baxın, şıvıqa hardadır? Deməli, təşrik ayrı şeydir. Bədəni müəyyən kəsib aparma amputasiyadır, təşrikdir. Bunu zaten bizim kanalımızda var bu söz. Lüğət sözüdür. Narahatlıq, həyəcan, təşvişdir. Ondan sonra tanıma, təyin etmədə təşxis, şıxıs, şəxs sözündən də bunu tutmaq olur. Cavab C variantı. İkinci sual. Yanlış olanları seçək. Əl açmaq, kiməsə kömək istəmək, yəni ehtiyacı olan bir şey istəmək doğrudur. Bu bunun mənasıdır. Əl qaldırmaq heç bir aidiyyəti yoxdur. Yanlışı istəyir, altını götürürəm. Göyə çəkilmək, yoxa çıxmaqdır. Çox sevinmək ya da qanada açmaq deyil. Ona görə 6-7, 2-6-7 götürdüm. Çəmini tapmaq, yolunu üstünü bilməkdir. Doğrudur. Dilini bilmək, belə deyək. Bu da doğrudur. Boyun olmaq, boynu götürmək. Bir işi boynuna götürür, bəli. Səhvini etiraf etmək. Boyun olmaq yox, boyun almaqdır. 4 də səhvdir. Kürkünə birə düşmək, narahat olmaq mənasıdır. Sinonimi də təşvişə düşməkdir. Doğrudur. 2, 4, 6, Y variantı. Bax, üçüncü sual. Bu sual, keçən il yuxarı yaş qrupu sualında da olmuşdu. Təzdən 11-ci sinifə salıblar. Gəlin baxaq, yanlışlar istəyir. Yazışda səhv yoxdur, yəni 100% doğrudur. Bir səhv var, 2 səhv var. Humanitar siyasət məsələləri şöbəsi. Yəni, burada səhv yoxdur. Hamısı doğrudur, balacan yazılmalıdır, birinci böyüklə. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri. Burada kənddə kiçikləndir, təsərrüfatda. Nazir, bəli, kiçikləndir. 2 səhv var deyə bu yanlışdır. 2-ni götürürəm. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi doğrudur. Beynəlxalq ana dili, burada balaca ilə əslində dil böyük olmalıdır. Bir dənə səhv var, doğrudur, götürmür. Azərbaycan Respublikasının baş naziri, nazir kiçiklə yazılır. Əməkdar incəsənət kiçiklə yazılır. Burada deyil bir səhv var, bu da doğrudur. Nəsmi adına dilçi insan terminologiya şöbəsi. Burada bir dənə terminologiya böyünə yazılmalıdır. Bir səhv var, 2 səhv olduğuna görə bu səhvdir. Bakı şəhər icra hakimiyyəti. Şəhər də böyüklə, hakimiyyət də böyüklə, 2 səhvdir, bu doğrudur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Burada ümumiyyətlə səhv yoxdur, amma 2 səhvə götürüblər deyə bu da yanlışdır. 9-u götürürəm. Cavabımız oldu 2, 7, 9. Yəni, diqqətlə işlənəndə əslində cavabı tapmaq mümkündür. Baxaq 4-cü suala. Balinalar beyinlərindəki maqnit xüsusiyyətli kristallarla istiqaməti müəyyən edirlər. Gedəcəklər istiqamətləri asanlıqla tapırlar. Yerin maqnit sahəsindəki dəyişikliklər balinaların sahilə çıxmalarına səbəb ola bilər. Yəni ki, bunlar maqnit vasitəsilə yollarını tapırlar. Bəzən bu maqnit sahələr dəyişə bilər deyə sahilə çıxırlar. Nəyə görə? İstiqaməti səhv olur. Gəlin bunları birləşdirib ən düzgün variantı tapaq. Beyinlərindəki maqnit xüsusiyyətli kristallarla istiqamət tapan balinaların sahilə çıxma səbəbləri yerin maqnit sahəsindəki dəyişiklik nəzərə alınmaqla izah edilə bilər. Baxaq B-yə. Balinalar istiqamət itirərək sahilə çıxsalar da, beyinlər kristal sahəsində yerini maqnit sahəsində dəyişikliklə izləyə bilərlər. Əslində, burada nəyə nəzər çatdırır? İkisini birləşdirmək lazımdır. Bunlar istiqamətin kristal müəyyən edir. Sadəcə, dəyişikliklər bunları bəzən yolu çaşdıra bilər. B variantı əksini deyir sanki. C-yə baxaq. Balinalar beyinlərindəki maqnit kristallarına baxmayaraq, yerin maqnit sahəsindəki baş verən dəyişiklikləri təzən sahilə çıxa bilər. Yəni ki, C variantında belə demək istəyir ki, maqnit kristalları olsa da, bunlar maqnit sahəsində baş verən dəyişikliklər sahəsinə çıxa bilər, yəni sahilə çıxa bilirlər. İndi biz ən doğrunu tapmalıyıq. Bu %100 səhv də deyil. Gəlin D-yə baxaq. Balinalar beyinlərindəki maqnit xüsusiyyətli kristal istiqamət tapdıqları üçün, istiqaməti bu sayı tapdıqları üçün yerin maqnit sahəsindəki dəyişikliklər onların sayı çıxmasına səbəb ola bilər. Bəli, bu düzdür. Yəni bunlar kristallar vasitəsilə yollarını tapırlar, amma o dəyişikliklər səbəbindən bəzən nə edir? Sahilə çıxa bilir. Yəni ən düzgün budur. Demirəm C %100 səhvdir. Amma C tam olaraq ikisinin birləşməsi deyil bunlar. Beyinlərindəki maqnit kristalların köməyi ilə istiqamət tapan balinaların yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqəsi sahilə çıxmanın səbəb ola bilər. Baxın, qarşılıqlı əlaqədir, bir şeyə baxmayaraqdır. Bu kimi fikirlər səhvdir. Yəni ikisini birləşdiririk. Nə üçün bu səbəb ola bilər, onu tapırıq. Ona görə ən düzgün variant D variantıdır.
Baxaq 5-ci suala. Cədvələ əsasən doğru fikirlər. Mübtəda kimi xitabın da forması ilə məzmun arasında fərq olur. Bəli, xitabın forması da məzmun arasında fərq var. Amma mübtədada belə bir şey yoxdur. Bu yanlışı doğru yazıb götürmürəm. Nəyə görə xitabda var? Çünki xitab forma cəhətdən üçüncü şəxsə, amma müraciət cəhətdən ikinci şəxsə müraciət edir. Amma mübtəda belə olmur. Sən də bu axşam yola düşəcəksən. Hə, necə bəyəm? Necə məgər? Bax, Qəzənfər Kazımovun kitabında da həmin bu ədatlardan sonra verilən necə bəyəm kimi cümlələr, sözlər konkret cavab vermir, xəbər deyil, bir şey deyil. Yəni ki, konkret sən bundan bir fikir anlamırsan. Ona görə bunlar söz cümlə hesab olunur. İşlənməmişdir deyə səhvli yanlış yazıb doğrudur, içini götürürəm. Heç kəs məncə başa düşə bilməz. Səni məncə başa düşə bilməz. Mürsəl müdürünə sözsüz itaət edir. Verilmiş cümlələrdə fərqləndirilmiş sözləri vergüldən asılı olaraq müxtəlif sinəti yazı düşünmək olar. Mən qədər də ola bilər. Fikrin mənbəyi də ola bilər. Sözsüz ara söz də ola bilər, sifət də ola bilər. Ona görə bu doğrudur, yanlış yazıb götürürəm. Bizdən doğruları istəyir, götürmürəm. 3 səhvdir. Həmciz üzvlərin ifadə vasitəsi sinonim form ola bilər. Niyə də olmaz? Doğrudur, doğru yazıb götürürəm. Yəni bunun əksini iddia edən varsa, yəni ki, səhvdir. O, adəti üzrə sabit və səbir və təmkinlə danışırdı. Əfsər nəinki sabiq doğrusu, sabiq də köhnə deməkdir. Veysələ bel bağladı, əksinə onu daha da artıq təqib etməyə başladı. Birinci cümlədə ara söz işləsə, ikincisi işlənməyib. Əksinə sözü baxın, iki tərəfdən də vergül işlənib burada. Bu yanlışdır, yanlış yazıb götürürəm. Cavab olur 2, 4, 5. B variantı. Keçək 6-cı sual. Verilən sözlərdən uyğun olanları müvafiq şərtlərə görə qruplaşdırın. Yalnız isimdir və ismin iki müxtəlif halında düşünmək olar. Gəlin çıxdaş eləyək. Şiş sözü sifətdə olur, isimdə olur. İsim kimi kebabın şişi. 1-ə 8 gedə bilməz. Yaxşı. Şəxsi sözü də, yəni isim kimi deyir, 1-ə 10 gedə bilməz. Ona görə bunu çıxartdıq, bunu çıxartdıq. Çənə sözü, bir var insanın çənəsi, bir də var çən. Su doldurulan yer, çən, çənə, yönlü hal. İki müxtəlif halını düşünəndə, bəli, 1-ə 7-ni yazırıq. Aha, 1-ə 7 gedir. Ada, bir var insanın adına, yəni ad, ada, yönlü hal, bir də var ada, hər tərəfi su olan bir qrup parçası. 5-i də götürürük. Maya, bir var dəvənin dişisinə maya deyirlər. Bir qatığın qıcqırmışı maya adlanır. Bir də var ki, may ayına maya, yönlü hal. Yalnız isim olur və müxtəlif hallarda işlənir. 2-ni də götürürəm. 2, 5, 7. Çaydan, bir var çaydan keçəndə. Yönlü hal ola bilər isim kimi. Bir də var çaydan bildiyimiz qab. Düzəltmə olsa yenə də isim olur. Ona görə 2, 3, 5, 7 bura. Aha, qaya sözü müxtəlif halda işlənmir. Bir də nədir? Dini sifət də olur, isim də olur. Deməli, həm isim, həm başqa hissəsi kimi işlənmir. İşlənir daha doğrusu. Dinidir, şəxsidir, sonra şişi dedik, bir də yarıdır. Yarı necə? Bir də var ki, yarı, falan kəsin yarı, isim kimi. Ona görə cavab Y variantı qalır. Baxaq 7-ci sual. Axşamın düşməyinə az qalıcı kəndə çatdım. Tabiənin mürəkkəb cümləsinə baş cümlə, sadə cümlənin hansına aiddir? Axşamın düşməyinə az qalanda kəndə çatdım. Birinci budaqdır, sonra baş gəlir. Çatdım, kim, mən, hara, kəndə. Tabiənin mürəkkəbinin baş cümləsi sadə cümlə hansına aiddir? Bu, müəyyən şəxsi cümlədir. Məni qoya bilirik. Cavab ona görə B variantıdır. 8-ci sual. Müqayisə cədvəlinə əsasən düzgün fikirləri müəyyən edin. Ey könül, min namə yaz, bir gülzar eşqinə. Yaz, nəyi yaz naməni, nə qədər min? Nəyə? Gülzarın eşqinə. Onun mühəndis işləyən dairəsi 1992-ci ildə vətən uğruna şəhid olmuşdur. Şəhid olmuşdur. Nə məqsəd vətən uğrunda? Nə zaman 1992-ci ildə kim? Onun mühəndis işləyən dayısı. Onun dayısı 3-cü növ. İsmin tərsi halıyla ifadə olmuş tamamlıq var. Naməni yaz. Bəli, bu doğrudur. Həm əsas, həm də köməkçinin ilk hissəsi işlənmişdir. Aha, düzdür. Baxaq bu bir cümləyə. Bu bir cümlədə də var. Yəni uğrunda sözü. Bu hər ikisinin aidi olmalı deyə səhvdir. 2-ni çıxardıram. Söz birləşməsi ifadə olmuş zəflik var. Burada var. Bu birisində yoxdur, düzdür. 3-ü götürürəm. Təyin işlənməmişdir. Aha, işlənməmişdir deyir. Deməli, burada nəyi səhv getdi? Bir dəqiqə. 3-ə bir dəfə də baxaq. Söz birləşməsi ifadə olmuş zəflik var. Aha.
Namə yaz, nəyin naməni? Nə məqsədlə bir cüzdan eşqini? Məqsəd zərfliyini burada nəzərə almamışam. Baxın ona görə nəyə yaz yox, nə məqsədlə yaz. Hər ikisində işlənib deyə bu səhvdir. Hələ ki biri götürürəm. Təyin işlənməmişdir, doğrudur. Bu bir sınama var. Məqsəd zərfi işlənmişdir, bəli, hər ikisində. Vətən uğrunda bir də bir cüzdan eşqinə, nə məqsədlə? Adlı halı söz cümlənin baş üzvüdür. 6-ya baxaq, hər ikisini deyir. Adlı halı deyil heç bu, yəni səhvdir. Cavab olur 1, 4, 5. 9-a baxaq. Bütün məqamları nəzərə almaqla feillərə aid ortaq fikir. İçirdi. İçdən içir, içir idi. İndiki zaman plus idi hissəciyi. Bir də var içirdi. Filan kəsə, məsələn, suyu içirdi. İçdən içir, içirdi. Bu da keçmiş zaman. Sonra keçirdin. Keçdən keçir, keçirdi, keçirdin. Bir də var ki, keçirdin. Keçir, keçird, keçirdin. Feilin iki müxtəlif şəklini düşünmək olar. Həm bu hal üçarda indiki zamanda, həm də keçmiş zamanda xəbər şəkli olur deyə bir səhvdir. Ortaq deyir, götürmür. İki müxtəlif zamanda düşünmək olar. Bəli, indiki keçmiş olar. İkini götürdüm. Bir leksik, bir qrammatik. Ortaq cəhət. Bütün məqamlar. Xeyr, burada sadə olur. Əgər birincini indiki zaman düşünəndə bu səhvdir. Qurulca həm zaten düzəltmədir. Bəli. Sözə idi hissəcinin işləmi nə demək olmaz. Bəli. Keçmiş zaman da ola bilər, idi də ola bilər. Cavab ona görə 2, 4, 5 variantı olur. Y variantı. Gələk ədəbiyyat suallarına. Sabir haqda verilən fikirlərdən hansılar doğrudur? Palanduz imzası satırlar yazmışdır. Palanduz bunun gündəlik dərgisi, yəni satira deyil. Bir səhvdir. Səttarxana satira deyil. Səttarxana müxəmməsdir. Biz Sabirdə müxəmməs o səttarxana demişdik. Səttarın belə deyək də, hətta ilk dəfə ondan danışılan müxəmməsdir. İlklərin içində gedir. Bu da yanlışdır. Şair uzun müddət Balaxanda açdığı Ümid məktəbində çalışıb. Bu da yanlışdır. Lirik şeirlərin birində dərdinə dərman tapılmamasını arzulayır. Bəli, doğrudur. Şair ölkədə və ölkədən kənardakı bəzi siyasi hadisədə öz əsərlərlə münasibət bildirmişdir. Bu da doğrudur. Cavab C variantı. 15-ə baxaq. Qazan xanın evinin yağmanının boyunda. Qaragünə yuxunu yozur. Hansını yozmurdu? Bulud deyir. Taleydən danışır. Saçı deyir. Qarğı kimi saç. Qardan da qar belə yağan dolu yağış hava şəraitindən danışır. Qan da var, amma duman yoxdur. Yəni yüzü cavab Y-dir. İskəndərnamə ilə bağlı doğru deyil. Əsərdə Orbazanın lirik parçaları. Lirik parçalar nə gəzir? Məsələ şəklində yazılan bir epik lirik əsərdir. Ona görə bu səhvdir. Poemada İskəndər 3 nəsihətnamə yazır. Bəli. İskəndər Daranın sərkərdlərinə inanmır. Bəli, düşünür ki, yəni ki, inanmır da ki, bunlar Daranı ələ verələr. Ona görə bu düzdür. Ölüm anında İskəndər özünü bir günü körpəyə bənzədir. Bəli. Əsərdə İskəndər tərcümə edilən məkan təsvir olunmuşdur. Bəli, hansı ki o utopiya dediyimiz yer. Cənnətlər ölkəsi. Cavab A-dır. 17-yə baxaq. Orta əsrli Azərbaycan ədəbiyyatla bağlı verilən fikirlərdən doğru olmayanı müəyyən. Bu dövr irfani fəlsəfi şeirlərin qəhrəman olan aşiqin eşqi, insan yox, ilahi eşqdir. Bəli, çünki Allaha eşqdir. Şef İzzət, daha doğrusu Səfiyyəddin Ərdəbili və Zülfikar Şirvanın yaradıcı sufi irfani fəlsəfi. Xeyr, bu səhvdir. Həsənoğlunun aparı könüllü qəzəl ilahi məhəbbət olsalar, bəli. Bu dövrdə baş qəhrəman ölümünə sevinən insanların təsirində əsər yazılmışdır. Bu da Dastan Əhməd Həramidir. Baş qəhrəman mənfi obrazdır və onun ölümünə sevinirlər. Güləndam qələbə çalır. Yar Dilbər burada Allaha müraciət edir. Yəni real insan deyil, fərqli mənalara daşıyırdı, bəli. Cavab B variantı. 18. Anamın kitabı trajikomediyasında hansı qəhrəmanı bəzi xüsusiyyətlərinə görə Cəfər Cabbarın Oqtay yolundakı Aslan bəy. Aslan bəy ziddiyyətli obraz idi. Əvvəl deyir ki, qızdır, teatra getsin, güya müasirdir, amma gəlir ki, Oqtayla evlənə bilməz. Oqtay kimdir? Adı it dəftərində yoxdur, bu cür. Bu cəhətdən Rüstəm bəylə oxşarlıq təşkil. Niyə görə? Rüstəm bəy də deyir ki, qız gərək nədir? Öz rızasını, yəni kimi istəyir, qoy gəlsin, görsün, evlənsin. Sonra nə deyir? Amma mən istəyirəm ki, Aslan bəylə evlənsin. Fikirlərlə təzadlıqlar var. Ona görə cavab C variantı uyğundur. 19. Uyğunluğun pozulduğu bəndi müəyyən edin. Yazıcının ideal ifadə vasitə təzahür forması surət, bəli. Səs tərkibi etibarilə bir-birinə yaxın olan sözə qafiyədir. Latin sözü olub qurmaq, əlaqə tərtib etmək deməkdir kompozisiya, bəli. Ərəb sözünün mənası eynicisi deməkdir, əsasları xeyr.
Məsnəvi ikilik deməkdir. Ərəb sözü olub. Ona görə cavab D idi. Bədii əsərdə sürətin nigarançılığı, məyusluğu və s. təsvir edir əhval-ruhiyyə. Əhvali-ruhiyyə. Aha, bu da doğrudur. Cavab D variantı. 20. sual indi keçək. Aldanmış Kəvakib. Mən daha da əvvəl, yəni dünən çıxarmışdım 11-ci səhifə düşənlərlə bağlı və güman edirdim ki, Axundzadədən zaten düşəcək. Aldanmış Kəvakib çox düşmüşdü və gəldi yenə də düşdü. Nitqlərə görə uyğunlaşdıraq. Bu halda ki, qiblə aləmin vücudu ulduzların təsirindən qorxaldadır. Mənim ürəyim tavadakı balıq kimi büryan edir. Sonra başlayır münəccim başına demək ki, zəhər göstərir, dərmanını niyə vermir? Bu Axund Səməddir. Başqa var, yoxdur. İmkanım qədər sizin hər birinizə nəvaziş və mərhəmət göstərmişəm. Sizdən də çox razı və xoşnudam. Şah Abbas deyir. Gərək xalqdan heç kəs bu tədbiri bilməyə və zənn etməyə ki, qiblə aləm taxtacdan müvəqqət əl çəkir. Bu mövlanın cəmaətdir. Köhnə münəccim başlayır. Öz rəftarlarından heç bir qanun və qayda əsasən deyildilər. Bu cür rəftar ancaq zülm və yol kəsəndən əməldir. Axund Səməd deyir. Belə işlər xüsusunda mənim düzgün işləyən zehnim məharət göstərir. Mirzə Yəhya. Bu da kim idi? Müstəfid. Cavab olur A variantı. 11-ci sinifdə bu qədər. Faydalı oldusa bəyənib kanala abunə olmağı unutmayın.